Salam, hər vaxtınız xeyir olsun. Bugün 9-cu sinif test toplusundan cümlə üzvləri, cümlənin qrammatik əsası bölməsindən testlərə baxacaq. Vaxt itirmədən başlayaq. Birinci sualdan. Yemək zamanı danışmaq adətimizə görə düzgün sayılmır. Nə adətimizə görə düzgün sayılmır? Yemək zamanı danışmaq. Yemək zamanı danışmaq. Baxın, yemək zamanı danışmaq. Nə? Məsdər tərkibi. Gedib çox şagird yemək zamanını ismi birləşmə kimi götürəcək. Nə danışmaq adətimizə görə düzgün sayılmır? Yemək zamanı. Baxın, fikir verin, sual verəndə danışmaq sözün özü məcbur eləyir ki, mənim yanıma söz artır. Mən ümumiyyətlə birlikdə bir suala cavab verirəm. Ona görə də biz buna nə edəcəyik? Tərkib deyəcəyik. Məsdər tərkibi. Yemək zamanı danışmaq adətimizə görə düzgün sayılmır. Nə adətimizə görə düzgün sayılmır? Yemək zamanı danışmaq. Mürəkkəb isim deyil. Fe'li sifət tərkibi. Fe'li sifət şəkilçisini görürsünüz burada? Yox. Fe'li bağlama şəkilçisini də görmürük. İsmi birləşmə ola bilərdi, amma məsdər tərkibinin aslı tərəfidir. Məsdər tərkibinin aslı tərəfidir. Mübtəda ümumiyyətlə nə ilə ifadə olunub? Məsdər tərkibi ilə. Aşıq Ələsgərin vətəni Göyçə mahalıdır. Aşıq Ələsgərin haradır? Göyçə mahalıdır. Bir yerdə xəbər. Hara Göyçə mahalıdır? Aşıq Ələsgərin vətəni. Aşıq Ələsgər bir yerdə mürəkkəb addır. Birləşib nə yaratmışıq? Üçüncü nöqtənin söz birləşməsi. Üçüncü nöqtənin söz birləşməsi nə edəcək? Parçalanmayacaq. Gəlib sizi çaşdırıb deyə bilər ki, mürəkkəb adla ifadə olunub. Səhvdir. Çünki mən mürəkkəb adla ifadə olunmaq üçün, məsəl üçün deyirəm ki, Aşıq Ələsgər şairdir. Kimdir? Şairdir. Baxın, şairdir xəbər. Kim şairdir? Aşıq Ələsgər. Bu zaman parçalanmayacaq. Bu rahatlıqla parçalanmayacaq. Mübtədam da nə ilə ifadə olunacaq? Mürəkkəb adla. Amma gəlib mən bunun qarşısına, baxın, Aşıq Ələsgərin vətəni. Müəyyən yer-yal şəkilçisi artırıram. Bir də nə artırmışam bura? Mənsubiyyət şəkilçili söz. Üçüncü nöqtənin söz birləşməsinə çevirirəmsə, artıq buna mən mürəkkəb adla ifadə olunub deyə bilmərəm. Deyəcəm nə? İsmi birləşmə. Ona görə cavabımız olacaq B variantı. İsim deyil, mürəkkəb ad deyil. Fe'li sifət tərkibi şəkilçisi yoxdur, məsdər tərkibi də deyil. Sonra, qonşuya xor baxan heç vaxt artmaz. Baxın, sual verin. Tapmaq istəyirsinizsə sual verin. Nə etməz? Artmaz. Nə vaxt? Heç vaxt. Düzdür. Artmaz xəbər. Heç vaxt zəflik. Kim heç vaxt artmaz? Qonşuya xor baxan. Qonşuya xor baxan. Fikir verin. Qonşuya artmaz demirəm. Əlaqə qura bilmirəm. Xor artmaz demirəm. Əlaqə qura bilmirəm. Əlaqə qura bilmədiyimə görə neynir fe'li sifət tərkibində, daha doğrusu fe'li sifət şəkilçisi qəbul edən söz? Öz yanındakı sözləri yanına çəkir və bir yerdə neynir? Bir tərkib yaradır. Ona görə də kim heç vaxt artmaz? Qonşuya xor baxan. Cavabım olacaq nə? Fe'li sifət tərkibi. Çoxsu gedir fe'li sifət götürür, səhv eləyir. Olmaz. A-nı çıxıram, B-ni çıxıram, D-ni çıxıram, C-ni çıxıram. Cavab nə qalır? E variantı. Onun üçün övladlarının xoşbəxt gələcəyi həyatının mənası idi. Baxın, fikir verin, həyatının mənası. Üçüncü növdür, düzdür. İdə artırıramsa ona, bir yerdə gəlir nə olur? Xəbər olur. Həyatının mənası idi. Nə idi? Həyatının mənası idi. Nə? Övladlarının xoşbəxt gələcəyi. Üçüncü növün arasına artırılan. Baxın, hansı gələcək? Xoşbəxt gələcək. Çoxsu gedir, neynir? Xoşbəxti təyin kimi parçalayır. Olmaz, təyin kimi parçalaya bilmərəm. Niyə görə parçalaya bilmərəm? Üçüncü nöqtənin söz birləşməsinin arasına daxil olunan söz ümumiyyətlə parçalanmaq üçün belə deyə uyğun vəziyyətdə deyil. Çünki üçüncü növ parçalanmır. Nə həyatının mənası idi? Övladlarının xoşbəxt gələcəyi. Kim üçün? Onun üçün.
Qoşmalı tamamlıq. Olacaq nə? Üçüncü növ görürük. Üçüncü növdə görürüksə, deməli cavabımız olacaq nə? İsmi birləşmə. Baxaq 5-ə. Elə otur, elə dur ki, səndə nöqsan tapılmasın. Baxın, elənin əvəzi bölməsində keçdiyimiz hissəsinə aiddir. Hansı nitq hissələrini əvəz eləyə bilərdi? Məsəl üçün, sifəti əvəz eləyə bilərdi, zərfi əvəz eləyə bilərdi, düzdür? Amma əvəz eləyəndə də heç vaxt sifət və yaxud zərf olmurdu. Sadəcə funksiyası nədir? Əvəz etməkdir. İndi burada baxar görək hansı funksiyada işlənib. Morfoloji baxımından zərfi əvəz eləyir, sifəti əvəz eləyir. Amma cümlə üzvü baxımından baxar görək hansı funksiyada işlənib. Elə otur, elə dur ki, səndə nöqsan tapılmasın. Necə otur? Elə otur. Baxın, məsəl üçün, düzgün otur. Düzgün otur. Elə nə? Düzgünü nə ilə əvəz eləmişəm? Elə ilə. Elə otur, elə dur ki. Morfoloji baxımdan zərfdir. Bu bizim üçün, daha doğrusu morfoloji baxımdan zərfi əvəz eləyib. Morfoloji baxımdan da elə əvəzlik olacaq. Amma ki, cümlə üzvü baxımından necə sualına cavab verir? Düzgün otur. Necə otur? Düzgün otur. Olacaq nə? Tərz hərəkət zərfliyi. Kəmiyyət zərfliyi olmayacağı miqdar bildirmir burada. Təyin deyil, sifətin qarşısında işlənərdi, təyin olsaydı. Mübtəda deyil, kim sualına cavab vermir. Xəbər olmağı üçün də ən azından şəxs şəkilçisi qəbul eləməlidir. Məsəl üçün, elədir olmalıydı ən azından. Eləyəm olmalıydı ən azından. C-ni də çıxıram, cavabımız qalır nə? E variantı. Neçədir? Necədir? Suallarına cavab verən cümlə üzvünü müəyyən eləyək. Dir qəbul edibsə, avtomatik nə deyəcəksiniz? Xəbər deyəcəksiniz. Bitdi, getdi. A variantı. Yəni, digər variantlara baxmağa ehtiyac yoxdur bu mövzuda. Baharın gecikməsi təsərrüfata böyük zərbədir. Baxın, nədir? Zərbədir. Nə? Baharın gecikməsi. Təsərrüfat nəyə böyük zərbədir? Təsərrüfata necə zərbədir? Böyük zərbədir. Cümləsinin mübtədasıdır. Nə ilə ifadə olunmuşdur? Baxın, baharın gecikməsi olacaq nə? İsmi birləşmə ilə. Bitdi, getdi. Burada məsdər tərkibi deyə bilərsə, məsdər tərkibi deyə bilər. Amma ki, ən azından nə var bunun əvvəlində? Yəli al şəkilçisi qəbul edib və mənsubiyyət şəkilçisi qəbul edib. Məsdər tərkibi burada deyə bilmərik buna. Əsas tərkib məsdərdir, düzdür. Amma nə edib? İsmi birləşməyə çevirib. Məsəl üçün, dərsi oxumaq. Bu məsdər tərkibidir. Bu okeydir. Burada problem yoxdur. Dərsi oxumaq. Amma mən gəlib bunun əvvəlinə, məsəl üçün, yəli allı söz artırıramsa, mənsubiyyət şəkilçili sözlə verirəmsə, ikinci sözü, onun oxuması, baxın, nə edir? Yəli allı artırdım, ismi birləşməyə çevirdim. Yəni, fe'li birləşmələrdə ismi birləşməyə çevirə bilərəm. Amma nə zaman elə fe'li birləşmələr var ki, yəli allı şəkilçisi artırsam da, qarşısındakı söz mənsubiyyət şəkilçisi qəbul eləsə də, yəni aslı tərəf yəli halda olsa da, əsas tərəf mənsubiyyət şəkilçisi qəbul eləsə də, yenə də fe'li birləşmə olaraq qalır. Amma məsdərdə bu funksiya yoxdur. Bu funksiya olacaq nədə? Fe'li sifətdə. Baxın, mənim oxuduğum məsəl üçün. Gəlib bunu versə sizə, mənim oxuduğum. Gəlib, məsəl üçün, testdə deyəcək ki, çaşdırmaq üçün. Bu nədir? İsmi mübtəda, mənim oxuduğum hekayə tutaq. Hansı hekayə? Mənim oxuduğum hekayə. Deyəcək ki, təyin ismi birləşmə ilə ifadə olunub. Səhvdir. Nəyə görə səhvdir? Dıq üstü mənsubiyyət qəbul eləyəndə, yenə də olduğu kimi qalır. İsmi birləşməyə çevrilmir. Amma yaxşı oxumaq desəm və bunu mən ismi birləşməyə çevirirəm. Baxın, onun oxuması. Məsələ tərkibini çevirdim. Amma dıq üstü mənsubiyyətlə ifadə olunanda mən nə edəcəm?
Mənsubiyyət şəkilçisi qəbul eləsə də, özündən əvvəl yəli yallı söz olsa da, yenə də fe'li birləşmə olaraq qalır. Burada da məsələnin əvvəlində, baxın, gecikməsi Mausa ilə mənsubiyyətdir. Məsələnin əvvəlində yəli yallı söz var və özü də mənsubiyyət şəkilçisi qəbul eləyib və ismi birləşməyə çevrilib. Ona görə cavabımız olacaq A variantı. 8. Fe'li xəbərli cümlə deyirsə, nə axtarmalısan? Təsriflənən fe'l axtarmalısan. Bitdi, getdi. Başqa heç nə axtarmırsan. Təsriflənən fe'l. Baxın, təsriflənən fe'l. Təsriflənən fe'llər də hansıdır? Fe'lin şəkilləri ilə ifadə olunanlar. Əmr şəkli, xəbər şəkli, şərt şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli. Şərt şəklini də o zaman axtara bilərsən ki, tabeli mürəkkəb cümlənin, budaq cümlənin, aslı tərəfin xəbəri olsun. Baxaq, onu bura gətirən nədir? Oxumaq əvəsidir. Oxumaq əvəsi nə oldu? İkinci növ təyinli söz birləşməsi. Təsvirlənən fe'l var burada? Yox. A-nı çıxıram. Yağış yağır, rəqs eləyir, gür damlalar. Baxın, nə edir? Yağır. Nə edir? Rəqs eləyir. Zaman şəkilçisi qəbul eləyib, ırüstü 4. Xəbər şəklindədir. Xəbər şəklindədir. Deməli, cavabımız olacaq nə? B variantı. Təsvirlənən fe'ldə dedik ki, olur nə? Fe'li xəbər. Ona görə də bu ellər, obalar, ah nə gözəldir. Necədir? Gözəldir. Sifətlə ifadə olunursa olur nə? İsmi xəbər. Sonra, mən daha gözəl günlərin sorağındayım. Baxın, günlərin sorağı. Üçüncü növdür. İsmi birləşmə ilə ifadə olunub. İsmi birləşmə ilə ifadə olunursa, nə olacaq? İsmi xəbər olacaq. Yazın 3 aydır ən gözəl çağın. Ən gözəl çağın yazın 3 aydır. Bax, yazın 3 aydır. Yazın ayı. İsmi birləşmə ilə ifadə olunub. Olacaq nə? İsmi xəbər. Sonra baxırıq. 9. Sinifdə dərsi bilməyən yox idi. Yox idi. Bir yerdə xəbər idi artırılıb çünki. Bilməyən yox idi. Kim yox idi? Sinifdə dərsi bilməyən. Fikir verin. Bax, bir dəqiqə, üzülü sayın. Sinifdə yox idi. Kim yox idi? Dərsi bilməyən. Dərsi bilməyən burada olacaq fe'l sifət tərkibi. Sinifdə də olacaq yer zərfi. Fe'l sifət harda yox idi? Sinifdə yox idi. Kim yox idi? Dərsi bilməyən. Baxın, dərsi yox idi xəbəri ilə əlaqəyə girə bilmir. Əlaqəyə girə bilmədiyinə görə mən dərsi bilməyəni nə götürəcəm? Dərsi bilməyəni. Bilməyən sözü baxın. Nenir? Özündən əvvəlki söz xəbərlə əlaqəyə girə bilmirsə, onu öz ətrafına toplayır. Ətrafına toplayır və nə yaradır? Birləşmə yaradır. Bu da olur nə? Fe'li sifət tərkibi. Fe'li sifət tərkibi ilə fe'li birləşmə deməkdir. Onu hamı sevirdi. Nə edirdi? Sevirdi. Kimi? Onu. Kim? Hamı. Mübtada nə ilə ifadə olunub? Hamı nədir? Nitq hissəsi baxımından əvəzlik. Cavabımız olacaq nə? D variantı. Həyatın işi belədir. Baxın, necədir? Belədir. Xəbər. Nə belədir? Həyatın işi. Belə nitq hissəsi baxımından nədir? Əvəzlik. Bitdi, getdi. Mübtədasız söz birləşməsi ilə ifadə olunan cümləni müəyyən edin. Söz birləşməsi ilə. Baxaq. Qulağıma həzin bir səs gəldi. Nə etdi? Gəldi. Nə? Səs. Necə səs? Həzin. Nəyə? Qulağıma. İndi baxın. Burada birinci növ söz birləşməsi işlənir. Birinci növ söz birləşməsi. Bunu rahatlığına görürük, düzdür? Həzin bir səs. Baxaq. Həzin bir səs. Baxın, əgər birinci növ parçalanırsa, mən bunu parçalaya bildim də. Həzin səs. Necə səs? Həzin səs. Bir də əlavə məlumat kimi deyim. Birinci növ təyinli söz birləşməsinin arasına daxil olan bir olacaq nə? Ədat. 2 ilə əvəz eləyə bilsəm də ədat kimi götürəcəm. Deməli, əgər mən birinci növ təyinli söz birləşməsini parçalaya bilirəmsə, mən bunu mübtəda ilə ifadə olunub deyə bilmərəm. Çünki məndən nə istəyir? Söz birləşməsi istəyir.
söz birləşməsini istəyir. Söz birləşməsi istəyirsə, mən buna parçalanmayan söz birləşməsi verməliyəm. Ya ikinci növ, ya da üçüncü növ. Birinci növlə də verə bilərəm. İstisna halları var birinci növün. Parçalanmayan birinci növlər var. Məsələn, deyirəm ki, hər tərəf gözəldir. Əgər hara sualın ya ilə əvəz eləyə bilmirəmsə, deməli nədir? Hər tərəfə gözəldir deyə bilirəm? Yox. Hər tərəf gözəldir. Hara gözəldir? Hər tərəf gözəldir. Bu parçalanmayan birinci növdür. Niyə görə? Çünki mən burada həri parçalayanda, daha doğrusu həri cümlədən çıxaranda, fikir verin bir dənə, cümlədən çıxaram. Bir dəqiqə. Cümlədən çıxaram həri. Yoxdur. Tərəf gözəldir. Görün necə məntiqsiz cümlə alınır. Tərəf gözəldir. Amma həzin bir səs gəldi də, həzini çıxarım, səs gəldi. Nə gəldi? Səs gəldi. Cümlə məntiqli oldu da, düzdür. Məntiqli olduğuna görə parçalamağım da məntiqlidir. Amma hər tərəfdə tərəf gözəldir deyirəm. Məntiqsiz bir cümlə yaranır deyə parçalaya bilmərəm. Parçalaya bilmədiyimə görə də hər tərəfi nə götürəcəm bir yerdə? Mübtəda götürəcəm. Bu zaman mübtəda nə ifadə olunur deyə bilərəm. Amma burada parçalayıram. Birinci növdə bu problemi əksər hallarda parçalanır deyə birinci növ. Mən artıq burada söz birləşməsi ilə ifadə olunan cümlə dedikdə, burada artıq iki müstəqil söz yaranmış olur. Yəni burada mübtəda nə ilə ifadə olunub? Sözlə ifadə olunub. Söz birləşməsi ilə yox. Ona görə A-nı çıxıram. Təbiət xumarlanırdı. Təbiət xumarlanırdı. Körpənin yuxudan ayrılması kimi. Nə xumarlanırdı? Təbiət xumarlanır. Nə edirdi? Xumarlanır. Nə? Təbiət. Körpənin yuxudan ayrılması. Necə? Körpənin yuxudan ayrılması. Bir yerdə hamısı zərfli idi. B-ni də çıxıram. Düzdür. İblisin monoloqu tamaşaçılar yaman həyəcanlandırmışdı. Nə etmişdi? Həyəcanlandırmışdı. Nə? İblisin monoloqu. Üçüncü növü görürük. U da mənsubiyyət. Kimi? Tamaşaçıları necə həyəcanlandırmışdı? Yaman. Cavabımız olacaq elə nə? C variantı. Parçalamıram buradan mübtədanı. Parçalamadığıma görə də söz birləşməsinə ifadə olunub. Sonra elə bir quşçuğa özünün məhəbbət nəğməsini oxuyurdu. Kim? Quşcuğaz. Düzəltmə nədir? İsimdir. İsimdir. Sözlə ifadə olunub. Söz birləşməsi ilə yox. Əkin yeni suvarılmışdı. Nə? Əkin sözlə ifadə olunub. Söz birləşməsi ilə yox. Sonra mübtədası söz birləşməsi ilə ifadə olunan cümlə. Mübtədası söz birləşməsi ilə. Baxaq. Musiqi səsi ətrafı bürümüşdü. Baxın, nə etmişdi? Bürümüşdü haranı? Ətrafı. Nə? Musiqi səsi. Musiqi səsi nədir? İkinci növ təyinli söz birləşməsi. Düzdür. İkinci növ təyinli söz birləşməsindən nə inəmir? Parçalanmır. Parçalanmadığına görə rahatlıqla deyəcəm ki, elə cavabımız A variantıdır. Orası mənim işim deyil. Hara? Orası. Yayı artıra bilmirəm ki. Artıra bilmirəm. Mənim işim deyil də bir yerdə xəbər. Hara? Orası. Orada nədir? Zərflə ifadə olunub. Birləşmə deyil. Burada sözlə ifadə olunub. Sərin bir hava var idi. Nə? Hava. Necə hava? Sərin hava. Fikir verin, birinci növdür. Burada parçaladım. Parçaladığıma görə burada mübtəda nə ilə ifadə olunub? Sözlə ifadə olunub. Bu çox böyük elmi nailiyyətdir. Baxın. Nə? Bu. Nə ilə ifadə olunub? Əvəzi ilə. Olacaq nə? Söz. Nəyi unutmayın? İdmanla məşğul olmağı. Məsələ tərkibi tamamlıqdır. Mübtədam cümlədə yoxdur. Kimi unutmasın? Unutmayın deyir. Yəni, siz unutmayın. Fikir verin. Siz var cümlədə. Yoxdur. Olmalı heç E-də mübtəda da yoxdur deyə götürün. Cavabımız olacaq variantı. İsmi xəbərli cümlə istəyir bizdə. Təsviflənən feilləri çıxırsınız. Çıxırsınız. Axtarırsınız digər nitq hissələrində olan ümumiyyətlə xəbərləri və yaxud da birləşmələri. Problem yoxdur. Baxın. Artırdı. Nə edirdi? Artırdı. Nə? Suyun səviyyəsi artırdı. Baxın. Xəbər
şəkilçisini indiki zaman qəbul eləyib. Təsvirlənən feildir. Qanunun aliliyinə hamımız hörmətlə yanaşmalıyıq. Nə etməliyik? Yanaşmalıyıq. Vacib şəkli, təsvirlənən feil. Xəstənin vəziyyəti nə edirdi? Yaxşılaşırdı. Xəbər şəklindədir. İndiki zaman şəkilçisi qəbul edib. İndi bizim yenilməz ordumuz vardır. Predikativ xəbərlər də olacaq nə? Predikativ xəbərlər olacaq ismi xəbər. Ananın nigarançılığı ürəyimizi nə etdi? Kövrəltdi. D üstü 4 şudi keçmiş zaman olacaq nə? Xəbər şəklində. Bu da olacaq nə? Feili xəbər. Ona görə cavabımız olacaq nə? D variantı. Feili xəbərli cümlə. Təsvirlənən feilləri axtar. Təsvirlənən feili tap. Bitdi, getdi. İnkişafın naminə nə etməliyik? Çalışmalıyıq. Vacib şəkli. Elə cavabımız olacaq A variantı. Mərd oğullarıdır. Necə oğullarıdır? Mərd oğullarıdır. Oğul isimdir, ismi xəbər. Yaxşı oxumaqdır. Məsdər tərkibi də elə olacaq nə? İsmi xəbər. Dost gəlişib nədir? Bayramdır. Yenə ismi xəbər. Onun böyük ürəyi var. Predikativ xəbər də olur. Nə? İsmi xəbər. Elə gəl, elə get, yol inciməsin. Elə sözü. Necə gəl? Elə gəl. Məsəl üçün, sürətli gəl tutaq. Sürətli gəl. Elə gəl. Yenə də tərz hərəkət zərfidir. Cümlə üzvü baxımından nə olacaq? Zərfli olacaq. Bitdi, getdi. Başqa şey axtarmayın burada. Mübtəda yoxdur. Elə gəl, mübtəda kim gəl deyil. Təyin olmaq üçün ən azından ism olmalıdır qarşısında. İsmi təyin eləməlidir. Tamamlıq olmaq üçün kimi, nəyə, haranın suallarına birinə cavab verməlidir. Ən azından. Xəbər də şəxs sonluğu artırılmalıdır. O da artırılmayıb. Sonra kişi yola düşəndə dan yeri yenicə ağarırdı. Baxın. Ağarırdı. Nə? Dan yeri. Nə vaxt yenicə? Nə vaxt ağarırdı? Kişi yola düşəndə. Kişi yola düşəndə. Baxın, kişi ağarırdı. Cümlə ilə əlaqəsi var. Yox, yoxdur. Yola ağarırdı. Cümlə ilə əlaqəsi var. Yox, xəbərlə əlaqəsi yoxdur. Xəbərlə əlaqəsi yoxdur deyə həmin bu feili bağlamada kişi ilə yolanı yanına çağırır. Neynir? Tərkib yaradır. Tərkib yaradır və feili birləşmə əmələ gəlir. Baxaq, nə vaxt dan yeri yenicə ağarırdı? Kişi yola düşəndə. Cavabımız olacaq nə? Zaman zərfliyi. Yer zərfli deyil, yer bildirmir. Təyin deyil. Nə vaxt sualını vermişəm. Mübtəda dan yeridir, götürə bilmərəm. Tərz hərəkət zərfliyi də deyil, çünki burada tərz yox, zaman bildirir. Vətənin qışı da nədir? Bahardır. Nə bahardır? Vətənin qışı da bahardır. Xəbərindəki dır nə şəkilçisidir? Nədir? Bahardır. İsmi artırılıb olacaq nə? Şəxs şəkilçisi. Feildən feil düzəltmək üçün ən azından leksik olmalıdır. Baxın, dır üstü 4. Məsələn, yaz, yazdır. Nə et? Yazdır. Yaz sözün kökü dır leksik. Çıxışı halın şəkilçisi, dır şəkilçisi yoxdur. C-ni çıx. Sonra, orada başqa nə var? İcbar növün şəkilçisi yenə elə yazdır verə bilərik. Məktubu neyinə? Yazdır. Nə et? Leksik oldu. Zaman şəkilçisi, dır deyə zaman şəkilçisi yoxdur. Dır deyə zaman şəkilçisi yoxdur. Dır deyə zaman şəkilçisi o zaman ola bilər ki, dır leksik şəkilçi kimi ayrılsın. Ir da zaman olsun. Məsəl üçün, yaşadır. Bu cür ola bilər. Yaş, yaşa, yaşad, yaşadır. Bu vəziyyətdə ola bilər. Onda da d ayrılır. Fərqli funksiyalar ifadə edir burada. O vətəni ürəkdən sevir. Hansı ikinci dərəcəli üzv işlənməmişdir? Baxın, nə edir? Sevir. Kim? O. Haranı ürəkdən sevir? Vətəni. Necə sevir? Ürəkdən sevir. Mübtədamız var, tamamlığımız var, zərfliyimiz var, xəbərimiz var. Amma nəyimiz yoxdur? Başı batmış təyinimiz. A-nı, D-ni, C-ni, E-ni çıxırıq. Qalır nə? B variantı.
20. O bu gün hesabatla məşğul idi. Yenə ikinci dərəcə üzrü soruşur bizdən. Necə idi? Məşğul idi. Nə ilə? Hesabatla kim? O, mübtəda, nə vaxt? Bu gün. Burada da oldu mürəkkəb zərf. Demək, nə işlənməyib yenə? Yenə başa batmış təyinimiz. Allah canı sağ eləsin. 21. Mübtəda nə ilə ifadə olunmuşdur? Sizinlə danışan rayonun 2 nömrəli məktəbinin direktoru Camal Əzimovdur. Kimdir? Camal Əzimovdur. Xəbərimiz ifadə olundu mürəkkəblə. Kim rayonun 2 nömrəli məktəbinin direktoru Camal Əzimovdur? Sizinlə danışan. Baxın, sizinlə Camal Əzimovdur xəbəri ilə əlaqəyə girmir. Danışan da avtomatik sizinlə nə edir? Yanına çəkir və tərkib yaradır. Kim? Sizinlə danışan. Hansı Camal Əzimovdur? Rayonun 2 nömrəli məktəbinin direktoru. Sizinlə danışan olacaq nə? Fe'li sifət tərkibi. Nə gözəl yaraşır Muğana Ceyran. Bu cür cümlələri, şeir cümlələrini çevirin nəqli cümləyə. Baxın, Muğana Ceyran nə gözəl yaraşır. Nə gözəl yaraşır. Muğana Ceyranla altından xətt çəkilmiş söz. Muğana nə gözəl yaraşır. Hara Muğana? Nə yaraşır? Ceyran yaraşır. Olacaq nə? Mübtəda. Ona görə cavabımız olacaq A variantı. 23. Hansında xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşıb? Kəmiyyətə görə uzlaşma deyəndə nədir? Larlar çəkiltisini ən azından bilməliyik. Şəxsə və kəmiyyətə görə uzlaşma baxımından. Deməli, xırdaca evlər. Mübtəda, baxın, əlavə məlumat kimi verim. Mübtəda, canlı isim, insana aid olan canlı isim. Əgər mübtəda larlərlə ifadə olunubsa, xəbərim də larlərlə ifadə olunmalıdır. Əgər hər hansısa bir heyvana aiddirsə, o zaman mübtədam larlərlə ifadə olunduqda, xəbərim həm larla ifadə də oluna bilər, həm olunmaya da bilər. Burada problem yoxdur. Cansız isim əgər lar şəkilçisi qəbul eləyibsə, mübtədam, xəbərim larlərlə ifadə olunmayacaq. Baxaq indi. Xırdaca evlər duman kimi neynirdi? Duman kimi görünürdü. Uzlaşıb deyə. Xırdaca evlər duman kimi görünürdü. Evlər nə edirdi? Görünürdü. Nə görünürdü? Evlər. Əslində burada bizdən istədiyi nədir? Larlərlə uzlaşmağıdır, kəmiyyətə görə uzlaşmağıdır. A'da da problem yoxdur əslində. Ağaclar qurudu, çaylar daşır. Burada ümumiyyətlə nədir? Uzlaşma baxımından, norma baxımından problem yoxdur. Amma kəmiyyətə görə uzlaşma baxımından, baxın, larla verirsə, elə xəbərim də nə olmalıdır? Larla olmalıdır, kəmiyyətə görə uzlaşma baxımından. Evlər görünürdülər olmalıdır ki, kəmiyyətə görə uzlaşsın. Amma burada dediyim kimi cansız isimlər larlər şəkilçisi qəbul eləsə də, xəbər mübtəda cansızla ifadə olunanda xəbər larlər şəkilçisi qəbul eləməməlidir. Bu kəmiyyətə görə uzlaşmanı pozur, amma qrammatik normanı pozmuş sayılmır. Ona görə A-nı çıxıram. B-də də baxın, mübtədam larlərdə, xəbərim larda deyil, kəmiyyətə görə uzlaşma pozulub. D-də də pozulub. Onlar mənim dostumdurlar olmalıdır, yenə pozulub, kəmiyyətə görə uzlaşma. Qalır bir dənə C variantı. Həkimlər tələsirdilər. Xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşıb. Quzular mələşirdilər olmalıydı uzlaşmağına görə. Amma bu həm ola da bilər, olmaya da bilər.
Olmamağı qrammatik normanı pozmur. Olmağı da qrammatik normanı pozmur. Sayılar aydın görünürdülər. Cəmiyyətə görə uzlaşma baxımından larlar olmalıydı. Amma larlar olsaydı nə olacaq idi? Qrammatik norma pozulacaq idi. Baxın. Norma pozulmur. Larlar işlənmir. Onca B-ni çıxırıq, A-nı çıxırıq. C. Uşaqlar içəri daxil oldular. Bu rahatlıqla canlı isimdir. Menlik xəbərin də cəmdədir. Mübtədan da cəmdədir. Cəmiyyətə görə uzlaşdı. Göllər xoş bir mənzərə uzlaşmağı üçün yaradırdılar olmalıydı. Uzlaşmağı üçün. Amma qrammatik normanı pozmur yenə də. Deyəsən məni çağırırlar, onlar məni çağırırlar. Burada isə mübtədam yoxdur. Ona görə də E-ni də çıxırıq, D-ni də çıxırıq. Qalır nə? C variantı. 25. İdarəyə çatar çatmaz onunla qarşılaşdım. Nə etdim? Qarşılaşdım. Kimlə? Onunla. Nə vaxt? İdarəyə çatar çatmaz. Fikir verin. Şəxs onluğuna əsasən deyir. Qarşılaşdım. Kim? Mən qarşılaşdım. Şəxs onluğuna əsasən mən nəyi bərpa elədim artıq burada? Mübtədanı bərpa eləmiş oldum. Sonra baxırıq 26-ya. Aşağıdakı cümlədə şəxs onluğuna əsasən yenə rastlaşdım. Kim? Mən. Yenə nəyi bərpa elədim rahatlıqla? Mübtədanı. Sonra onlar şəhərə işləməyə getmişdilər. Cümləsində altından xətt çəkilmiş cümlə üzvü nədir? Onlar işləməkdən belə deyək işarəni qoyub. Getməklərinin məqsədi nə idi? İşləmək idi. Demək nə olacaq bu? Məqsəd zərfliyi olacaq. Səbəb zərfliyi bir səbəb olmalıdır, yox səbəb deyil. Həmçinin də ümumiyyətlə səbəb zərfliyi olmaq üçün ən azından fe'li sifət işlənməlidir orada. Məsdərlə işləndikdə artıq avtomatik məqsəd zərfliyi kimi götürməlisiniz. Tamamlıq deyil, məqsədləri var çünki. Yer zərfliyi burada şəhərə var, o işlənə bilər. E-ni çıxırıq, bizdən altından xətt çəkdiyi işləməyədir. Mübtəda da burada elə onlardır, onun altından xətt çəkilməyib. Cavabımız olur nə? A variantı. Sonra xəbər sifətlə ifadə olunub. Baxın, bu barədə düşünmək elə tezdir. Nə vaxtdır? Tezdir. İfadə olunub nə ilə? Zərflə ifadə olunub. Sonra Aydan çox çalışkan qızdır. Qız nədir? İsimdir. Pisləşdi, nə etdi? Oldu feil. Bu meyvə yeməlidir. Olacaq nə? Feili sifət. Səmədgilin mənzili 2 otaqlı. 2 otaqlı ev. Necə ev? 2 otaqlı ev. 2 otaqlıdır. Necədir? İfadə olunub nə ilə? Sifətlə. Cavabımız oldu E variantı. Xəbər sifətlə yenə. Ağacdakı yetişmiş meyvələr yeməli meyvədir. Yəni yeməlidir. Feili sifət. Eyvaz çox tənbəl uşaqdır. Uşaq nədir? İsimdir. B-ni çıxanı çıx. Nə edirdi? Yaxşılaşırdı. Feil. C-ni də çıx. Bizim qayğımız 2 avarlıdır. 2 avarlı qayıq. Necə qayıq? 2 avarlı. Oldu nə? Sifət. Ağıllı adam gələcəyi düşünəndir. Düşünən də nədir yenə? Feili sifət. Feili xəbərli cümlə. Axtaracaqsan nəyi? Təəssüflənən feili. Baxın, onun ən böyük arzusu nədir? Təhsil almaqdır. Məsdər tərkibi. Məsdər tərkibinə ifadə olunan olacaq nə? İsmi xəbər. Qarşıda gözəl bir göl var. Predikativ xəbər olacaq nə? İsmi xəbər mövqeyində. Qızı nə etdi? Sorğu-sual etdi. Sorğu-sual. Xəbər zaman şəkilçisi qəbul eləyib. Olacaq nə? Xəbər şəklində təəssüflənən feildə olurdu nə? Bayaq dedik. Feili xəbər. Cavabımız olacaq C variantı. Məsləhət vermək lazımdır. Predikativ xəbərdə olacaq ismi xəbər. Şirindir. Necədir? Sifətdir olacaq ismi xəbər. 31. Demək, sifətlə ifadə olunub yenə. Eldar hansınızdır? Hansı nədir? Sual əvəzidir.
Xəbərin nə ilə ifadə olunub əvəzli ilə? Qılınc döyüşündə məharətim var. Sənin məharətin var. Var nədir? Predikativ xəbərdir. İsmi xəbərdir. Onsuz da sifət deyil burada. O Gürcü şeirinin ilk ustadıdır. Gürcü şeirinin ustadıdır. Şeirinin ustadıdır. Fikir verin, xəbər ismi birləşməklə ifadə olunub. İsmi birləşməklə, sifətlə yox. Bu dağlar mülkünün pələngi sənsən. Kimsən? Sənsən. Nə ilə ifadə olunub? Əvəzli ilə ifadə olunub. Xoşdur bu dağların sərin havası. Bunu bayaqki kimi nəqli cümləyə çevirin. Bu dağların sərin havası necədir? Xoşdur. Xoşdur nədir? Sifətdir. Xəbərim nə ilə ifadə olundu? Sifətlə. Bitdi, getdi. Cavabımız E variantı. 32. Hər iki baş üzvü isimlə ifadə olunan müxtəsər cümləni ifadə edin, müəyyənləşdirin. Baxaq. Ən azından müxtəsər cümlə nədir? Müxtəsər cümlə ya belə deyək, ikinci dərəcəli üzv olmamalıdır burada. Baxaq. Həyat çox qəribədir, dostlar. Dostlar xitabdır, sintaktik təhlilə cəlb olunmur. Çox qəribədir. Nə? Həyat necədir? Qəribədir. Çox qəribədir. Nə qədər qəribədir? Çox burada ədatdır. Sonra qoca son zamanlar tez-tez, nə vaxt son zamanlar zəifliyi var. Burada müxtəsər cümlədən danışa bilmərik. Yalnız mübtəda xəbər olmalıdır ya da xəbərdən ibarət olmalıdır. Sonra onlar məgər gücsüzdürlər. Onlar məgər gücsüzdürlər. Onlar mübtəda gücsüzdürlər. Xəbər. Demək, sonra görəsən qardaşım evdədir. Çox üzürlü sayın. Çox üzürlü sayın. Bircə dəqiqə təzədən baxaq. İsimlə ifadə olunan deyir. Həyat çox qəribədir, dostlar. Burada həyat mübtədası isimdir. Qəribədir nədir? Sifətdir. Qəribədir sifətdir. Burada çox olacaq ədat sifətin əvvəlində işlənib. Bir anlıq diqqətim yayındı. Qoca son zamanlar, burada müxtəsər cümlə deyil. Ya yalnız xəbərdən ibarət olmalıdır ən azından, ya da mübtəda xəbərdən ibarət olmalıdır. Burada son zamanlar birinci növ təyinli söz birləşməsi zərflik funksiyasındadır. Nə vaxt son zamanlar, nə vaxt tez-tez. Kim, qoca. Bu müxtəsər cümlə deyil. Onlar məgər gücsüzdürlər. Baxın, onlar bu müxtəsər cümlədir, amma onlar nə ilə ifadə olunub? Əvəzli ilə, gücsüzdür nə ilə ifadə olunub? Sifətlə ifadə olunub. Görəsən qardaşım evdədir. Kim? Qardaşım. Görəsən burada ara sözdür, sintaktik baxımdan. Morfoloji baxımdan da nədir? Modal sözdür. Görəsən qardaşım evdədir. Kim? Qardaşım mübtəda, evdədir, xəbər. Qardaşım ifadə olunub isimlə, evdədir, xəbər də ifadə olunub evdədir, isimlə. Cavabımız olacaq elə nə? D variantı. Vətən ululardan yadigar qalan doğma yurtdur. Vətən ululardan qalan necə yurtdur? Doğma yurtdur. Nə? Vətən hansı yurtdur? Ululardan yadigar qalan. Ululardan yadigar qalan. Burada da müxtəsər cümlə yoxdur. Bu geniş cümlədir. Çünki ikinci dərəcəli cümlə üzvləri iştirak eləyib burada. Sonra hər iki baş üzvü isimlə ifadə olmuş geniş cümləni deyir. Hər iki baş üzvü isimlə. Hamı bu işdə təcrübəsiz görünürdü. Nə edirdi? Görünürdü kim? Hamı. İsimlə ifadə olunan deyir. A-nı çıxırıq. Çünki hamı burada nədir? Əvəzli idi. Görünürdü nədir? Feildir. Əhməd müəllimdir. Kimdir? Müəllimdir. Necə müəllim? Qayğıkeş. Kim? Əhməd. Demək, geniş cümlə isə necə olacaq? İkinci dərəcəli, ən azından ikinci dərəcəli üzvlərin, ən azından ikinci dərəcəli üzvlərdən birinin
iştirak etdiyi cümlə olacaq. Baxırıq, var burada. Var, təyinim var, qayğıkeş. Əhməd var, mübtəda, müəllimdir, xəbər. Baş üzüm isimlə ifadə olunub hər ikisi. Əhməd mübtəda isim, müəllimdir isim. Cavabım olacaq elə nə? B variantı. İstidən bütün ağaclar solğun idi. Necə idi? Solğun idi. Solğun idi sifət, nə ağaclar? Oldu nə? İsim, mübtəda, xəbər də oldu nə? Sifət. Ana qəmgin idi. Kim ana? İsim. Necə idi? Qəmgin idi. Xəbər də sifət. Xəstə halsız idi. Necə idi? Halsız idi. Bunun ikisi də nə ilə ifadə olunub? Sifətlə. Həm mübtəda, həm də xəbərin. Ona görə eni də çıxırıq. 34-də cümlələrin birində mübtəda isimlə ifadə olunub. Ax, sən bu meşələri yaxşı tanımırsan. Baxın, tanımırsan. Kim? Sən. Bax, görsən var bu cümlədə. Var. İsimlə ifadə olunub deyib. Sən, nədir sən? Morfoloji baxımdan. Əvəzli idi. Düzdür? İsim deyil. Anı çıxıram. Qədir bu yerləri at belində çox gəzmişdi. Kim? Qədir. Oldu xüsusi isim. Oldu. Ona görə də rahatlıqla nə götürürəm? Kim çox gəzmişdi? Qədir. B variantı. C-də igid övladlarımızla fəxr edirik. Kim? Biz. Oldu nə? Əvəzli. Bizdən nə istəyir? İsim istəyir. Bir qədər çaydan aralıda dayanmışlar. Kimlər? Onlar. Onları işarə edən bir mübtəda var burada. Yox. Onların özü var burada. Yox. Ümumiyyətlə D-də mübtəda yoxdur. E-də qarşımdakı şəxsə heç kəs inanmaq istəmirdi. İnanmaq istəmirdi bir yerdə xəbər. Kim? Heç kəs. Heç kəs də nədir? Əvəzlik. Qeyri-müəyyən əvəzlik. Yeni də çıxır. 35. Hansı cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdir? Baxın, cüzəni paizda sayarlar. Nədir bu? Ümumi şəxsli cümlə. Ümumi şəxsli cümlə. Mübtədan var. Cüzəni paizda sayarlar. Ümumidir. Düzdür. Mübtədan nə vaxt? Paizda. Nəyi? Cüzəni nə edərlər? Sayarlar. Anı çıx. Belə havada dağa qalxmağı mümkünsüz hesab edirdik. Necə hesab edirdik? Mümkün. Kim? Biz. Bizi işarə edən hansısa söz və yaxud da bizin özü var. Yoxdur. Beni də çıxıram. Bizi muzeyin qarşısında qarşıladı. Kim qarşıladı? O qarşıladı. Var onu işarə edən və yaxud da onun özü. Yoxdur. C-ni də çıxıram. İlk yola çıxan qayıqlar bugün sahilə yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Nə yaxınlaşdı? Qayıqlar. Mübtədan burada rahatlıqla var. Müharibə başlayar-başlamaz əsgərləri ön cəbhəyə apardılar. Burada bəziləri çaşıb, bax, nə başlayar-başlamaz? Ürəklə belə gəldi ki, müharibə nədir? Mübtədadır. Olmaz. Nəyə görə olmaz? Başlamaz əsgərləri ön cəbhəyə apardılar. Aparan kimdir? Onlardır. Onlar yoxdursa cümlədə və yaxud da hər hansı onu işarə edən bir söz yoxdursa, burada müharibəyə mübtəda deyə bilmərəm. Həm də müharibə xəbərlə əlaqəyə girə bilmir. Müharibə apardılar. Amma burada müharibə aparmaq mənasında deyil. Əsgərləri ön cəbhəyə aparanlar. Aparırlar, onlar aparırlar. Müharibə başlayar-başlamaz bir yerdə nədir? Fe'li bağlama tərkibidir. Nə vaxt apardılar? Müharibə başlayar-başlamaz. Ona görə cavabımız E variantı olmayacaq. Hələlik bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı olar. Davamını da növbəti günlərdə çəkib kanala yerləşdirəcəyik. Çox sağ olun, təşəkkür edirəm. Ümid edirəm sizlər üçün izahlar anlayışlı oldu.